günlərdə bazarlarda mal ətinin qiymətində nəzərə çarpacaq artım müşahidə olunur. Xüsusilə dana ətinin qiyməti yüksəlib. Əvvəllər 19-20 manata satılan sümüksüz mal əti indi 21 manata qədər bahalaşıb. Sümüklü mal ətinin qiyməti isə 19 manat təşkil edir. Alıcılar qiymət artımından narazı qalsalar da, satıcılar vəziyyəti artan xərclərlə və bazardakı ümumi şəraitlə əlaqələndirirlər. Bəs görəsən qiymət artımına səbəb nədir? Bu artım davam edəcəkmi? Məsələ ilə bağlı Misyazda danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib ki, ətin qiymətindəki artımın bir neçə əsas səbəbi var. Onun sözlərinə görə, hazırda bəzi bölgələrdə dabaq xəstəliyinin yayılması səbəbilə heyvan bazarlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub. Bu isə bazarda qiymətin yüksəlməsinə səbəb olub. Eyni zamanda Gürcüstan da daxil olmaqla bir sıra ölkələrdən heyvan idxalına qoyulan məhdudiyyətlər daxili bazarda ət qıtlığı yaradıb. Akif Nəsirli əlavə edib ki, son aylarda yem məhsullarının, arpa, saman, qarğıdalı kimi əsas qidaların bahalaşması və nəqliyyat xərclərinin artması da fermerləri qiyməti qaldırmağa məcbur edir. Mövsümi tələbat nisbətən azalsa da, gündəlik ət istehlakı sabit qaldığı üçün təklifin azalması fonunda qiymətlər yüksəlməkdə davam edir. Əgər vəziyyət sabitləşməsə və məhdudiyyətlər aradan qalxmasa, mal ətinin qiyməti yaxın həftələrdə 21-22 manata qədər arta bilər. Ancaq vəziyyət sabitləşərsə və bazarlar açılsa, qiymətlər yavaş-yavaş enə bilər. Seyranə Quliyeva, Heydər Həsənli, Misya TV.